Yoldaşlar, 110-cu sualda deyir ki, kəsmə yüksəkliyi 500 metr olan sxemə əsasən A nöqtəsində havanın temperaturu -4 dərəcədir, B nöqtəsində isə atmosfer təzyiqi 680 mm civə sütundur. Buna əsasən A nöqtəsində atmosfer təzyiqini, B nöqtəsində isə havanın temperaturunu hesablayın. Diqqət eləsəz, bizə bu sxemə əsasən nə vermişdi kəsmə yüksəkliyi? 500 metr. Deməli, biz A məntəqəsi ilə B məntəqəsi arasında hündürlük fərqini tapa bilərik. Neçə dənə bizim kəsmə yüksəkliyimiz var? 1, 2, 3 dənə. Düzdürmü? Və biz avtomatik bilirik ki, kəsmə yüksəklikdə nə edəcəyik? 3'ü 500'e vuranda A və B məntəqəsi arasında hündürlük fərqini nə qədər alırıq? 1500 metr. Bəli. İndi biz bilirik ki, temperaturu 1000 metrdə nə ilə dəyişir? 6 dərəcə. Təbii ki, biz bilirik ki, 100 metrdə temperatur 0,6 dərəcə dəyişir. Amma 1000 metrdə isə nə dəyişir? 6 dərəcə. Bəli. 1500-də isə avtomatik nə olacaq? X. X-i da biz buradan hesablayanda temperatur nə ilə dəyişir? 9 dərəcə Selsi. İndi yoldaşlar, A məntəqəsi dağın təxminən arasındadır, zirvəsinə yaxın ərazisindədir. Deməli, biz B-yə doğru gəldikdə nə etməyə başlayacaq? Bəli, aşağı doğru enməyə başlayacaq. Düzdür, aşağı doğru enlikdə, yəni dağın zirvəsinə ətəyə doğru gəldikdə temperatur nə olmağa başlayacaq? Artmağa başlayacaq. Aysa, ona görə də biz -4 dərəcə Selsiyanın üstünə gələcəyik nəyi? 9 dərəcəni, cavabını almış olacaq, müsbət 5 dərəcə Selsiya. Deməli, B məntəqəsində temperatur nə qədər oldu? Müsbət 5 dərəcə Selsiya. İndi, yenə də hündürlük fərqini nə qədər bilirəm? 1500. Və B-də təzyiq mənə aydındır. 680 mm civə sütunu. Və mən də bilirəm ki, hər 10 metrdə təzyiq 1 mm dəyişirsə, 1500 metrdə isə x mm civə sütunu dəyişir. Buradan da x-i tabanda nə qədər? 150 mm civə sütunu dəyişməkdir. İndi biz dağın ətəyindən yuxarı doğru gediriksə, yəni hündürlüyə doğru qalxırıqsa, təzyiq nə etməlidir? Azalmalıdır. Onun üçün də bəli 680-dən çıxacaq nəyi? 150-ni, alınacaq nə? 530 mm civə sütunu. Deməli yoldaşlar, A məntəqəsində təzyiq nə qədər olacaq? 530 mm civə sütunu. Doğru cavabımızı veririz. B məntəqəsində müsbət 5 dərəcə, A məntəqəsində isə 530 mm civə sütunu. Doğru cavabımız olacaq B variantı.